Sindarov. Udmaq lazımdır. Cavakı. Təhlükəli şahmatçı çevrilib onlaynda. Oynayaq sevimli variantımızı, görək nə baş verir. H4 bu vəziyyətləri sanki biz digərlərinə yaxşı bilirik. Ona görə də oynayırıq. 4. Top H3. Bu mənim ideyamdır. Oynayıram. Az qalmışdıq Fabiano Caruana'da. Blitz'də udum. Löf arxasında bir dəfə bu gedişini. Cəzə Roger Rogers deyəsən bu vəziyyətdə tutmuşdum belə. B2 at D2 idi yoxsa at C3 miydi? Hər dəfə at D2 idi, at D2'yə qoyuruq. Uzun qala vurma. Belə tam da belə udmuşdum. Qınamayım mən. Tam da belə idi oyun. At Y4 burada. At J5'e gəlmək istəyirik. H6 gələcək deyəsən. H6 H6'ya top. At F6 sad yoxdur burada təsadüfən. Deyəm vəzir H5 gəlmişdim Rogers'ın. At J5'e nə var burada? Vəzir C2 də gəlmə. Vəzir C2 H6 gələcək. H6 J5'e gələk görür, neyinir bu vəzirlə? Vəzir gəlir buradan. Okay. Şah B1'e neyinir? Şah B1'e. Şah B1'e qaçaq. Video oyuna çıxartmaq istəyirəm indi. D2 nə var? J2 vurmazdı yəqin, yoxsa vurdu da vurdu. D2 flash etdi, top J2. Okay, D3. Buraya hücum edirik. Yoxsa top J3 ən azından geçmir. Top J3 ataş etdi zaten. Ya vurmaz, vura bilmez. Burada vurdu düzün. H5, F4 gələ indi. F4, həm bunu qoruyaq, həm bunu. D5'e keçiddən vurarıq, sonra H5. H5 gəlmək istəyirəm. H5. Taş.
65. Bunu vursa aşırı vurmak lazım. Bunu vurdum. Topaş 7 nə var? Topaş 7 filifdir, topaş 8 matdır. Topaş 8 şahı qaçacaq bura. Topaş 5, topaş 7, atsı 4. Beş. F6. Topaş 7, F6, birbaşa F6, topaş 7. Bırak indi. F6 indi. Bir qoyduq bura, kəsdi. Əla, dəhşət qəşəng oyun. Cavaxir Sindarova qarşı Özbəkistanın məşhur ulduzlarından biri. İndi görək 11-ci oyunda bəxtimizə kim gəlir və qələbə qazanıb 9 xala yüksələ bilirikmi? 9 xal medallardan biridir. Görək. Bu arada ümidvaram hamınız yayını bəyənmişsiniz, bəyənməmişsə məndən inciməyin. Carlson oynuyor Parhamla, amma Parhamın burada